أبي هريرة رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم اتق المحارم تكون أعبد الناس وارض بما قسم الله لك تكون أغنى الناس وأحسن إلى جارك تكون مؤمنا وأحب للناس ما تحب لنفسك تكون مسلمة ولا تكثر ضحك فإن كثرة ضحك تميت القلب. Abu Hureyre radıyallahu anh rivayet olunur ki Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki haramlardan çəkin, insanlar içində ən abid olasan. Allahın böldüyü ruzini razı qal, insanlar üçün ən zəngin olasan. Qonşulara yaxşılıq et ki, mömin olasan. Öz nəfsi istədiyini bütün insanlara istər ki, müsəlman olasan. Gülməyi çoxaltma, çünki çox gülmək qəlbi öldürür. Bu hədisin başlanğıcında gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, kim məndən bu kəlmələri götürərsə, əməl etməsi üçün, ya da əməl edənə öyrədərsə. Və Abu Hureyre deyir ki, ey Allah Resulü, mən. Baxın, burada çox mühüm fayda odur ki, hədis qissə deyil, nağıl deyil. Hədis əməl etmək üçündür. Və hər bir kəs buradakı hədisləri eşidim deyə yox, əməl etməsi üçün lazımdır. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem bizə burada 5 dənə mühüm xüsusiyyət öyrədir. Birinci, haramlardan çəkinmək. İkinci, sənə verilən ruzinə razı qalmaq. Üçüncü, qonşulara yaxşılıq etmək. Dördüncü, öz nəfsə istədiyin bütün insanlara istəmək. Və beşinci xüsusiyyət isə çox gülməyi tərk etmək. Baxın, Allah Resulü sallallahu aleyhi ve sellem birinci xüsusiyyədə nə deyir? Deyir, haramlardan çəkin ki, insanlar içində ən gözəl ibadət edən olasan deyə. Doğrudan da insanın ubudiyyə vəsfi, yəni abidlik vəsfi tamamilə nə vaxt olur? Tam haramlardan çəkinməklə və vacibatları yerinə yetirməklə, Allahın əmrlərini yerinə yetirməklə. İkinci xüsusiyyət nə idi? Allahın sənə verdiyi ruzinə razı qalmaq. Allah Subhanahu taala onsuz da öz hikməti ilə sənin qədərində yazıb nə verəcək. Ona görə sən bununla razı qaldınsa, insanlar üçün ən zəngin olasan. Və Allahın Subhanahu taala sənə verdiyi bir şeyə təəssüflənməməlisən. Və artıq dünya payından hansı bir pay yanından keçsə belə məyuslanma. Və burada qəlbin zənginliyi nəzərdə tutulur eyni zamanda. Yəni zənginliyi qəlbin zənginliyidir. Və üçüncü nədir? Qonşulara yaxşılıq etmək. Qonşulara yaxşılıq et ki, sən mömin vəsfini özündə daşıyasan. Və eyni zamanda öz nəfsini istədiyini bütün müsəlmanlara istəməkdir. Bu vəsflər ubudiyyə, abidlik, mömin vəsfi və müsəlman vəsfi bu hədisdə vəsf olunur. Və eyni zamanda çox gülməyi tərk etmək. Çünki çox gülmək qəlbi öldürür. Əgər mübah bir şey qəlbi öldürürsə, necə ki haramlar qəlbi öldürməsin. Çəkinin qardaşlar.